Salamlar. YouTube kanalıma yenidən xoş gəldiniz. Uzun müddətdir video paylaşmırdım. Yox idim, ortalıqda değildim. Hal-hazırda sizi qızarıq bir üzlə qarşılayıram. Bu videonu çəkmək üçün düzgün bir vaxt deyil, amma yəni çalışdığım qədər və deyək ki, çəkirəm. Çünki bilirəm ki, çəkməyəcəm. Yəni bugün çəkməsəm ayrı vaxtda çəkən deyiləm bu videonu. Ona görə istədim ki, bugün çəkim. Universitet makyajı eləyəcəm sizinlə bir yerdə və bundan əlavə olaraq həm universitet haqqında biraz danışacağıq. Bilirsiniz ki, əvvəlki videolarımda var. Universitet barədə biraz məlumat. Bugün də həm universitet haqqında danışacağıq, həm mənim şəxsi həyatım haqqında danışacağıq. Yəni niyə yox idim, niyə YouTube-a video atmırdım, niyə sizi unutmuşdum. Bunların hamısını bir-bir danışacağıq. İlk olaraq mən üzümü nəmləndirim. İstifadə etdiyim ürünləri çalışacağam ki, sizə göstərim. Bəlkə hansınızsa bir almaq istəyirsiniz falan. Ona görə göstərməyə çalışacağam. Keçək videoya. Deməli, ilk olaraq mən başlayıram qaşlarımı daramaqla. Üzüm çox qızarıqdır, amma dediyim kimi bu videonu ayrı vaxt çəkə bilməzdim. Mən istifadə etdiyim nəmləndiriciləri falan çalışacağam ki, buralara yazım. Amma bu aralar bu nəmləndiricini istifadə edirəm. Əvvəl bunu istifadə eləmirdim. Sadəcə olaraq bir neçə müddətdir üzümdəki bu səpkilər çoxdur və bunun da belə aptek məhsulu olduğu üçün sağaltma özəlliyi var deyə bu həqiqətən mənə çox xeyir elədi. Ona görə bir müddət bunu istifadə edib sonra digərlərinə keçəcəm. İstifadə elədiyim ümumiyyətcə, yəni universitet dövrü istifadə elədiyim uyğun qiymətli. Çalışacağam ki, məhsulları sizlə bölüşüm. Bu arada universitet make-up bəgi üçün belə deyə bilərəm ki, məncə make-up məhsullarından daha çox cilt baxım məhsullarına daha çox önəm versəniz daha yaxşı olar. Çünki bu dövr sizin ərgənlik dövrünüzdür. Əslində belə nəzərdən keçirsək və həqiqətən adamın üzü çox pis vəziyyətlərə qalır. Mənim üzüm hələ də səpkili olur bəzən. Çox səpir. Ona görə də əsasən baxım məhsullarınıza diqqət etməyə çalışın. Üzünüzün səpkilərini də, yəni keçici şeylərdə əgər əlavə bir məhsul istifadə eləməsəniz, bilirsiniz ki, uzun müddətli video çəkmirəm. Məsələn, bugün getmişdim formula təliminə və Instagram üçün ağlımda bir kontent var idi ki, video çəkim. Və unutdum orada video çəkməyi. Ona görə də o videom qaldı. Çünki mən həm çalışıram ki, anında da çıxarım, həm də belə video çəkim. Ona görə bəzən unuduram çəkməyi. Çalışacağam video çəkim. Hətta 3-cü kursa başlayanda daha çox video çəkməyə çalışdım. Çünki 3-cü kursda biraz tamamilə fərqli olacaq həyatımız. Artıq daha böyüyürük. Bilim, işlər, təcrübə proqramları falan. Daha sonra siz primer istifadə edə bilərsiniz. Top Face'in bu primeri qəşəng bir primerdir. Yəni əgər uyğun qiymətli bir primer axtarırsınızsa tələbə büdcəsinə uyğun və burada demək olar ki, istifadə etdiyim çox şey tələbə büdcəsinə uyğundur. Olmayanlara da mən düyüb göstərəcəm çalışdığım qədər. Top Face'in bu məhsulu dediyi bir çox şeyi yerinə yetirir və 12 dənə funksiyanı belə deyək ki, bir arada toplayıb bu vədi verir. Həyatımda nə baş verir? Bilirsiniz ki, mən işləyirəm. Hal-hazırda 15 günlük təxmini bir belə məzuniyyətdə kimi bir şeyəm. Özümə vaxt ayıra bilirəm. Özümdən əlavə kontentlərimə vaxt ayıra bilirəm. Daha gözəl kontentlər çəkə biləcəm artıq. Bəlkə də deyəcəksiniz ki, işləyəndə kontent yaratmaq daha asandır, amma məncə yox. Evdə kontent yaratmaq mənim üçün daha asandır, nəinki digər türlü. Sonra formula könüllüyünə müraciət etmişdim. Çağırdılar. 3 mərhələ keçmişəm. Qalıb 4-cü mərhələ. 4-cü mərhələndə keçsəm artıq rahatlaşacağam. Biləcəm ki, yəni həqiqətən formulaya seçildim. Bilirsiniz ki, formulada orada iştirak eləməyincəyə qədər bilmirsiniz ki, seçilmisiniz yoxsa yox. Mən akkreditasiya rol təliminə getmişdim bugün. Maraqlı idi. Mən ümumiyyətcə formula elə hesab edirəm ki, Azərbaycandakı ən yaxşı, yəni könüllülüklərdən biridir və hətta birincisidir. Yəni digərləri məsələn KOP-dur, WUF-dur. Bunlar bir dəfə keçirildi və bitdi, amma formula hər il keçirildiyi üçün məncə çox maraqlıdır. Həqiqətən yəni çox əylənirsiniz, networkinginiz genişlənir, yeni insanlar tanımanız, dediyim kimi, yəni bunlar hamısı çox maraqlıdır. Tələbəlik müddətində qəşəng belə könüllülüklərdə çox iştirak eləyəsiniz. O ay belə bəzi könüllülüklər var ki, yəni ora getməyin, çünki onlar həqiqətən heç yaxşı deyil, sizə heç nə vermirlər. Məsələn, mən niyə formulaya gedirəm? Formulada çünki bilirəm ki, mən çox belə əylənəcəm, yeni insanlar tanıyacağam. Yəni ona görə gedirəm. Çünki mən BCC-nin keçirdiyi bir könüllükdə iştirak eləmişdim və oradakı staff, yəni çox yaxşı idi. Ümumiyyətcə BCC-nin staffı çox yaxşıdır. Cavan olduqları üçün də lap belə gözəldir. Ona görə hamınıza tövsiyə edirəm ki, yəni formulada iştirak eləyin. Bundan əlavə olaraq hansı könüllüklərə məsləhət görə bilərəm? Məsələn, RIB-ə gedə bilərsiniz. O da bir təşkilatdır və bir çox könüllükdə
siz iştirak edirsiniz. Sonra səhv eləmirəmsə, Nizami Gəncəvi könüllülük proqramı çox yaxşı bir könüllülük proqramıdır. Orada mütləq məncə iştirak eləməlisiniz. Çünki xaricilər olur orada və qlobal bir forum olduğu üçün çox yaxşıdır. Mən bu il ediyyatdan keçmişdim, lakin e-maili görməmişəm deyə gedə bilməmişdim müsahibəyə. Bu tip məsələlər də olur. Daha sonra make-up'a qayıtsaq biraz. Hamınıza tövsiyə edirəm ki, ümumiyyətlə nəmləndiricisi çəkdiniz. Nəmləndirici biraz üzünüzə otursun. Daha sonra günəş kremi istifadə edin. Mən Bioderma'nınkini istifadə edirəm. Daha uyğun qiymətli istifadə etdiyim günəş kremləri olub. Birinci kursda mən Farmstay'inkini istifadə edirdim. Onun green tea olanı və bir də adi belə portağal rəngi olanı var. Onu yəni istifadə edə bilərsiniz. Biri yağlı dərilər üçündür, səhv eləmirəmsə, biri quru dərili və səpkili dərilər üçündür. Onları ayırd edib ala bilərsiniz. Amma Bioderma'da belə yəni yaxşıdır. Həqiqətən günəşdən də qəşəng qoruyur. Daha sonra bahalı istəsəz La Roche-a baxa bilərsiniz. Bir çox marka var, amma Bioderma orta qiymətdə ala biləcəyiniz ən yaxşı məhsullardan biridir. Günəş kreminizi çəkdiniz, qəşəng gözləyirsiniz, götürürsüz. Mən indi niyə günəş kremi çəkmədim? Çünki mən axşam çölə çıxacağım üçün, yəni günəş olmayacaq. Ona görə no need. Günəş kremini qəşəng bir şəkildə arındırmanız lazımdır üzünüzdən. Ona görə də ya bir balm istifadə edin, ya da hidrofil yağ istifadə edib daha sonradan üstündən də bir dənə gel vasitəsilə yusaz daha yaxşı olar. Daha sonra mən çox tonalini istifadə eləmirəm, amma istifadə edəndə uyğun qiymətli olaraq, düzdür, L'Oreal-la Maybelline nə qədər uyğun qiymətlidir tartışılır, amma belə yəni yaxşı bir məhsul istəyirsinizsə bu ikisinə baxa bilərsiniz. Bunlar çox qəşəngdir. Bu arada bəzi mağazalar var, indi ad çəkməyəcəm reklam olmasın deyə. Bəzi mağazalar var ki, orada tələbə kartı ilə endirimləriniz də mövcuddur. Yəni tələbə olandan sonra rahatlıqla yəni o mağazalara girib 20%, 25% endirimlər əldə edə bilərsiniz. Maybelline-in bu tonal kremini düzünü desəm mən çox bəyənmirəm. Məsələn, L'Oreal-ın bu tonal kremi məncə Maybelline-dən daha qəşəngdir. Çünki bu tam üzünüzə oturur və çox qəşəng bir belə parlaqlıq və matlıq arasında belə bir şüşə kimi görünür. Bu 30 saat qalıcıdırmı? Qalıcıdır. Yəni yaxşıdır, amma mən yəni L'Oreal-ı bundan daha üstün tuturam. İkisinin rəngi mənə biri açıq, biri tünd olduğu üçün əsasən qarışdırıb istifadə edirəm. Onda daha yaxşı bir effekt alıram. Amma bugün tonalini istifadə eləməyəcəm. Çünki yayda mən ya make-up'ımı görmüşsə çox tonalini istifadə edən biri deyiləm. Daha sonra uyğun qiymətli konsilerə keçsək, Influence'ın bu konsilerlərini yəqin ki hamınız görmüsünüz. Mən də Influence olub almışdım. Düzünü desəm çox yaxşı deyil. Bundan daha yaxşı konsilerlər bəlkə də işlətmişəm. Okay, full coverage-dir, amma kimə görə, nəyə görə? Mənim göz altlarımı yaxşı qapadır, amma mənim istədiyim vədi tam yerinə yetirmir. Bu da uyğun qiymətli bir məhsuldur, səhv eləmirəmsə. Qəşəngdir, yəni çox bəyənirəm. Mən gündəlik həyatımda da əsasən bunu istifadə edirəm gözümün altına. Daha sonra transparent powder. Keçəcəm məsələyə, gözləyim biraz. Transparent powder olaraq bu Level Love Me-nin bu transparent powderu məncə çox yaxşıdır. Bəziləri bunu bəyənmir, bəziləri deyək ki, istifadəsini məncə düzgün bilmirlər deyə bəyənmirlər. Amma mən belə qapağın üstünə tökürəm. Əsasən belə balaca sponjlardan istifadə edirəm mən, belə xırdalardan. Sadəcə indi yanımda gətirmədiyim üçün ondan istifadə eləməyəcəm. Belə alıram mən belə qapaqdan. Daha sonra əlimin üstündə biraz belə elədikdən sonra götürüb gözümün altına tətbiq eləyib bu şəkildə transparent powderla baking eləyirəm də elə bil. Sevgi münasibətləri, relationshiplər. Məncə universitetdən kimlənsə münasibətə girməyin. Əgər siz hiss eləyirsinizsə ki, bu insanla hardasa qopacaq, heç girməyin də, yəni heç girməyin. Çünki sonu heç yaxşı olmur, üz-üzə gəlirsiniz. Okay, bəzi tanışlarım var ki, ayda sevgili olublar universitetdə, hal-hazırda evlənirlər falan filan, amma bəziləri də var ki, yəni onu bilmək olur da ki, siz bu insanla sona gəlib. Bu bir uşaqlıq münasibətidir, çünki 17 yaşınızda çox düzgün qərar verə biləcəyiniz bir yaşda deyilsiniz. Kimlənsə də belə deyək ki, sevgili olmaq istəyirsinizsə, məncə 3-cü, 4-cü kursdan sonra olsanız daha yaxşı olar. Bilirsiniz mən nə tərəfdaşıyam? Mən ümumiyyətcə belə fikirləşirəm ki, 20 yaşına qədər hər bir insan, hər bir gənc gəzib, tozub, əylənməli, nə bilim könüllüklərdə olmalı, qəşəng dost qrupu ilə əylənməli, yəni belə olmalıdır. Daha sonra sevgi münasibətinə keçməlidir deyə düşünürəm. Əgər istəsə o da, mən onu da istəmirəm. Daha sonra mən bronzer istifadə edəcəm. Mən bu Balmın Bahama Mamasını istifadə edirəm, amma sizə belə uyğun qiymətli deyə biləcəyim. Buralarda bir yerlərdə yəqin ki qoyacağam. Mən görürsünüz ki, bunun dibini sıyırmışam artıq. Mən bu arada əvvəl blush'u çox sevirdim, amma fərqinə vardım ki, mən bronzer insanıyam. Çünki mənim
Yəni elə daha çox xoşuma gəlir. Universitetin ilk gününü nə geyinmək məsələsi. Mən Instagramda bununla bağlı bir video post paylaşacağam. Siz oradan da rahatlıqla baxa bilərsiniz. Amma belə qısaca desəm, çalışın çox belə ağır şeylər geyinməyin, nə bilim topuqlu ayaqqabılar geyinməyin. Geyinə bilərsiniz əgər rahat yeriyə bilirsiniz. Amma birinci gün əsasən çox qaça-qaça keçir. Çünki heç kimi tanımırsınız və heç kim sizi tanımır. Bir dərsiniz nə bilim 5-ci mərtəbədə, bir dərsiniz 3-cü mərtəbədə ola bilər və sizin universitetinizdə lift olmaya bilər. Bəzi müəllimlər var ki, məsələn universitetdə birinci gün sizi çox pis zorbalaya bilərlər. Deyə bilərlər ki, ayda bu nə paltardır geyinib gəlmisiniz. Bəzi həqiqətən o qədər belə müəllimlər var ki, düz bizim universitetdə çox yoxdur, amma elə müəllimlər var, yəni eşitmişəm uşaqlardan. Mən bronzer çəkdim. Sizə blush önərisi olaraq pastelin blushlarını önərə bilərəm. Mən hazırda blush istifadə etməyəcəm çünki əlimdə uyğun qiymətli deyə biləcəyim bir təəssüf ki, blush yoxdur. Ona görə də yəni top facinglər var, daha sonra pastelinkilər yaxşıdır, golden rose-unkilər, əsas not. Bir də sizə Divajı məsləhət görəcəm. Divajın məndə bu paleti var. Belə bir paleti sadəcə olaraq indi məndəki qırıqdır. Amma çox yaxşı rəngləri var və pigmentasiyası falan hər şey əladır. Mən əsasən bu rəngi alıram, biraz açıq rəngi alıb. Sadəcə göz qabağıma belə çəkirəm. Universitetin ilk günü üçün elədiyim üçün makyajı çox da abartı eləməyimə ehtiyac yoxdur. Çünki onsuz da yəni o qədər qaça-qaçda olacaqsınız ki, bir də gördünüz makyajınız axıb da yəni. Universitet alış-verişi zamanı da elə parçalar alın ki, məsələn, üstümdəki crop kimi alın. Bir dənə cins şalvar, bir dənə qara şal var. Yəni bu ikisi məncə əsas must olanlardır. Çünki digərlərini sonra da ala bilərsiniz, amma əsas universitetin ilk zamanları bu ikisi, yəni cins şalvarla qara şalvar almağınız daha məqsədə uyğun olar deyə düşünürəm. Əsasən basic üslər almağa çalışın, çünki universitetin hətta birinci kurs əsasən birincisi mən olur. Hər durub make-up eləmək və üstünə bir də kombin eləmək çox çətin olur. Ona görə yəni ən əmin olun ki, birinci həftə qəşəng-qəşəng geyinib gedəcəksiniz. Çünki məndə həmişə elə olub. Qəşəng geyinib getmişəm birinci həftə. Növbəti həftələrdən artıq o bonus style dediyimiz style'da getmişəm. Hələ imtahan ərəfəsi heç. Yəni heç. Daha sonra mən kirpiklərimi qıvırıram. Bura kimi gəlmişsinizsə, məni Instagramdan və TikTokdan da izləməyi unutmayın. Orada da maraqlı kontentlər paylaşıram. Hamının əsl üzünü mən istədiyim ki, ikinci kursda görəsiniz. Birinci kursda hamı ilə səmimi olur, hamıya dostlaşmağa çalışır, köməkləşməyə çalışır. Dodaq kombosu olaraq bir neçə məsləhətim olacaq, keçək onlara. Çalışdım əlimdəki bütün uyğun qiymətli məhsulları göstərim sizə. Ən çox bəyəndiklərim hansılardır? Gəlin onlardan başlayaq. Birinci, sizin ala biləcəyiniz ən uyğun qiymətli məhsul Golden Rose-un dodaq ürünləridir. Bu seriya çox yaxşıdır, çox qəşəng pinki bir effekt verir. Sadəcə olaraq mən bunu dodaq üstü bitirmişəm. Dodaq balmi olaraq deyil də, mən bunu blush olaraq istifadə edirəm və çox qəşəng olur. Ona görə yəni bunu alıb belə üzünüzə bir parıltı verir də. Daha sonra Golden Rose-un Long Stay ürünlərinə baxa bilərsiniz. Məndə qırmızı rəngi var deyə qırmızını göstərdim, digər rəngləri yoxdur, amma bunun yapısı falan çox qəşəngdir. Daha sonra pastelim bura bir yerə şəklinə qoyaram. Belə mat lipstikləri var. Onlara baxa bilərsiniz. Onlar da qəşəngdilər. Flormara keçmək istəyirəm. Flormar uyğun qiymətlər arasında ala biləcəyiniz ən gözəl məhsullardır. Flormarın məndə bu 2 ürünü var. Bunlar mənə ad günümdə hədiyyə olaraq gəlmişdi. Bu Sheer Up ürünlərindən viral olan var burada 013 nömrə. Bunun rəngi çox qəşəngdir. Mən əvvəl bunu bəyənmirdim. Amma artıq son zamanlarda ən çox bunu istifadə edirəm. Mən də belədir də, mən bir şey bəyənmirəm, amma sonradan bəyənirəm. Flormarın Davy Lip Glaze-lərindən var. Bunun nömrəsi deyəsən Davy olandı, buradakı yazıdır. Əgər siz Kiko'nun 17 nömrəsinə baxmaq istəyirsinizsə, 17 ya da 22, bura tam dəqiq yazacağam. Onların birə-bir düyüpudur, çox qəşəng bir belə parlaqlıq verir və həqiqətən çox qəşəngdir. Notun bu ürünləri var, bunlara baxa bilərsiniz. Belə mən bu rəngini çox bəyənirdim bir ara, amma artıq demək olar ki, istifadə eləmirəm. Belə bir rəngi var. Məndəki nömrəsi 06. Yəni nota baxa bilərsiniz. Not uyğun qiymətləri arasında ən yaxşılardandır. Lux Visage-ın bu ürünü var. Bu da mən bunu birinci kursda almışdım, səhv eləmirəmsə. 3-cü kursa keçirəm, hələ də məndəndir. Çox istifadə eləyirdim birinci kursda. Dodağımın ortasına həfifcə sürtüb. Sevmədiyim cəhəti çox tez gedir.
bir segment yuxarı olaraq Maybelline-in Superstay-lərinə baxa bilərsiniz. Bu 65 nömrə, çox qəşəngdir. Amma bunu siz məncə hamısını dodağınıza yox da, sadəcə ortaya biraz sürtüb fırça ilə dağıtsaz çox yaxşı bir rəng əldə edəcəksiniz. Mən bunu Miss Taste'in bu 764 nömrəsi ilə istifadə edirəm və çox gözəl bir lip kombo olur, çox qəşəngdir. Üstündə belə gedib hər şeyi. Amma səhv eləmirəmsə pupa idi. Mamamdan mən bunu oğurlamışdım. Çox qəşəngdir də, yəni rəngi ideal idi mənə görə. Belə tünd korичневimsi bir tonu var idi. Daha sonra Miss Taste 764. Bunda bura belə korичневый rəngdədir. Mən bunu kənarlara həfif belə sürtüb, dağıdıb istifadə etməyi çox sevirəm. Miss Taste 765. Bunlar ən çox viral olan onsuz da ürünlərdir. Yəni bunlardan alıb, məncə Miss Taste'in karandaşlarını alsanız itirməzsiniz deyə düşünürəm. Çünki çox yaxşı məhsulları var. Mən indi dodağıma həfifcə bir sheer up keçəcəm. Tapsam, hara qoydumsa, həfif bir sheer up keçəcəm və bununla da mən make-up'ım bitəcək. Mən pomadaların hamısını belə sürtməyi yox da, daha çox belə eləməyi sevirəm. Universitet makyajım bitdi. Bəlkə də kamerada çox qəşəng görsənmir, amma məncə edə biləcəyiniz bir make-updır. Mən universitetin ilk günü yəqin ki bu make-up eləyib gedərəm deyə düşünürəm. Bəlkə də bundan abartı eləyərəm. Bu videomu deyirəm ki, xoşunuza gəldi. Daha çox vlogları çəkməyə çalışacağam. Həyatımdakı maraqlı hissələri sizinlə bölüşməyə çalışacağam. Ümid edirəm bu video xoşunuza gəldi. Növbəti videolarda görüşmək üzrə. Məni izləməyi, videoya komment atmağı da unutmayın.